Necəsiz qızlar? İnşallah yaxşı olarsınız. Məni soruşsanız, mən də yaxşıyam, şükür. Atam gildəyəm. Elə ad günümü qeyd elədim. Həm də atam müalicə üçün xəstəxanaya getməli idi. Bir həftə orada qalmalı idi. Mən də ona görə elə burada qalası oldum. Atam qazi olduğu üçün müalicə alır dövlət tərəfindən. Mən də dedim ki, evləri toplayım. Artıq atam gələcək. Mən də evləri toplayım və onsuz evə gedəcəm. Dedim elə evləri toplayım, Araza getmək istəyirdim. Bir-iki dənə endirimli bir şey görmüşdüm, onları almağa. Demək qızlar, Arazdan öz evim üçün nələr almışam. Sanfet Ey qapma çalkası aldım, kol aldım ki, daha bir də evə gedəndə markete getməyək. Elə hazır. Çünki elə Arazın, anamgilin evi, atamgilin evi zaten Arazın üstündə yerləşir. Yəni buradan daha rahatdır. Mən Xırdalanda öz evimdə olanda mənim üçün markete getmək çox uzaq düşür. Əldə ev iş gətirmək çətin olur. Demək qızlar, süd götürdüm. Belə özüm üçün həm də yeməyə ərik götürmüşəm. Sonra qazlı kartof götürdüm, soğan götürdüm. Sonra qardaşım rotonu xoşlayır deyənə, onun üçün rotonlar götürmüşdüm. Belə qazlı sular endirmə düşmüşdü. Qonağım gələcəkdi deyənə 2 dənəsini götürmüşdüm. Bir tərxumlu, bir də səhv eləmirəmsə duşesi idi. Belə yağ götürdüm. Sonra file götürdüm. Mən fileni çox işlədirəm, istifadə edirəm. Sonra elə anam pişmaniyə xoşlayır deyənə, mamam üçün pişmaniyə götürdüm. Sonra marajnalar götürdüm, yeyək deyənə. Qovrulmuş duzlu fıstıq var idi, ondan götürdüm. Mən bilmirdim, qəşəngdir. Belə götürdüm, sonra gördüm ki, qəşəng idi, dadım bəyəndim. Bu marajna da qəşəngdir. Mən bəyənirəm bunun dadını. Belə bir konfet götürmüşdüm mamam özünə. O da köhnə, sən demə konfet köhnəymiş. Yeni daş kimi idi də yəni. Bir də belə marmelat götürdüm. Jelibon deyə, marmelat deyə. Bir də çəkilmiş simçika götürdüm çıxmağa. Pendir götürdüm qızlar. Bir də Arazın çəkilmə qaymaqları olur. Mənim xoşuma gəlir. 2 manatlıq götürürəm həmişə. Çünki çox almağın mənası yoxdur. Yeyilmir. Yoldaşım yemir. Tək yeyən mənəm. Mən də ona görə çox götürmədim. 2 manatlıq hələ xeyli qalır. Ananas götürdüm qızlar. Endirmə düşmüşdü ama kaş almazdım. Çünki qızlar xarab idi. Nə dadı var idi, nə kirinli. Həm çal xarab olmuş idi. Onu da 4 manata ya 5 manata satırdılar. Hələ indirməm qoymuşlar. Günahdır da, yəni düzgün deyil. 2000 years later. Gəlmişəm evə. Gələn kimi də tefalı qoşdum, qaynadı çaynikiyim. Paltaryanı qoşdum, birinci ağları atdım. Sonra belə indi Arazdan aldıqlarımı belə yerləşdirəcəm. Narsız qızlar, hər dəfə gedəndə bir paket kosmetika doldurub aparım. Heç birində yalandan doldurub aparmağımdır. Heç birində istifadə eləmirəm. Bu kablomu tez almışam. Bu aralar Tom və Jerry'yə takıntı takmışam nəsə. Heç nə. Namsız. Sonra bu toyuq falandır, ciyər falandır. Belə lobya falandır belə. İndi özümə bir stəkan çay süzüm içim, özümə gəlim, sonra işlərimi görüm. Demək qızlar, biz gəldik, səhər, hava yaxşı idi. Gün çıxmışdı, dedim elə yoldaşıma dedim ki, gedərik bir kişi alacağım. Elə bu momentdə bir də gördük ki, leysan tökür, ardıca da yəni dolu yağmağa başladı. Həyatımda ilk dəfə idi dolu görürdüm, yəni. Çox belə qəribə oldu, bir anda oldu da iqlim dəyişməsi. Demək qızlar, gülüm artıq böyüyür deyənə
qabına sığmırdı. Mən də yoldaşımla getdim, Manatlıqdan bu qab aldım, bir də zibil qab aldım belə. İndi bu gülümü deyirdim sizə, kaktusdur əslində. Bunun artıq qabı dəyişilməlidir. Axşam da qonağım var qızlar. Burger, kotlet falan eləyəcəm. Yəni yüngül yeməklər, burger falan. Qardaşım gələcək. Speedy ıslaq kek hazırlamaq istəyirəm. İnşallah görüm. Orada da qablarım var. Artıq hazırlamışam, qoymuşam pişməyə. Süfrəmi də belə hazırladım. Görürsünüz. Bunlar da kotletlərim, burgerim, belə çoban salatı falan hazırladım. Islaq kekimi fərqli eləmək istəyirdim. O da alındıra bilmədim. Yaxşı olmadı, yaxşı alınmadı. Özüm üçün çay süzdüm. Bir də börək hazırlamışdım. Sonra da mən getmişdim bir kişi almağa. Ava markete də yol üstündə idim. Gəldim, gördüm ki, pişiklərim gülü xoşbəxt eləyiblər, sağ olsunlar. Belə. Keçə aldıqlarımı bölüşəcəm sizlərlə. Demək qızlar, marketdən çöldən gəldik. Ava markete getmişdim. Böyle tampon gözü. Sonra heç böyle bir 72 aldım. Böyle bir doğal markasının 72'sini aldım. Daha da indirimde. Bunu götürdüm. Pakette götürdüm. Böyle moruklu sabun götürdüm. 82 götürdüm. Böyle bir kap şampunu götürdüm. Böyle bir ablot götürdüm. Bir de Holland pendil götürdüm. 20 manat 50 qəpik. Ben bir de böyle bir sok getirmiştim. Sonra Zor magazine girdim. Oradan da aldım. 4 tane almıştım. Birini çölde pişirdim. Sonra bir de pişi için böyle korum götürdüm. Böyle. Sonra Manatlığa girdik. Manatlıqdan da aldım. Böyle dilim formasında pizza kabı bir mantıklı. Bir de böyle bir kabıydı. Bir de böyle çikolata aldım onu. Sonra ne aldım? Ben top aldım. Topraklar yok idi. Bir de böyle. Bu kadar. Kiko'nun bir de bu karandaşını aldım. Biri böyle kahveyi renkli. Bir de böyle roz renk. Bu kadar. Sonra həyat yoldaşımla düşdük parkı gəzməyə. Dedik biraz hava alaq. Pişi üçün yemək aldı yoldaşım. Onu da bu qara pişiyə verdim. Mən demək olar ki bu yəni bizdə böyüyüb də, yəni bu hamilə falan idi. Mən bu uşaqlarını böyütdüm, elədim, sahibləndirdim. Sonra geldik McDonald's'ta yemeğimizi yedik. Kızlar tepalı koştum kaynasın çay içək. Saat neçədir? Ona qalıb. Burada da alışveriş var, onu göstəreyim. Yumurta, sonra süt,
mayonez. İlk defa da alıram böyle bir mayonez. Sonra fitness'in böyle barları endirime düşmüştü. Biri bir manata düşmüştü. İşte yoldaşım öz için böyle bir alıp bir de böyle donutlar. Böyle 3 tane götürmüşüm. Sonra böyle bir jelibon. Böyle. Burada böyle bir şey. Bunlar 2 manata yakın idi da endirime düşmüştü.